bir sujetimizi təqdim edəcəyik sizə. Çünki bu sujet də elə məhz bir dəyərli sənətkarın, bir şairin ömrünə həsr olunub. Nizami Kinoteatrında Şair Ömrü bədii sənədli filminin təqdimatı keçirildi bir neçə gün öncə. Yaradıcı heyət ssenari müəllifi Günel Mehri, quruluşçu rejissor Ruslan Hüseyin, baş prodüser Elnur Teymuroğlu və mən dəyərli yazarımız, şairimiz, Şair Ömrü sənədli filminə həsr olunan Tofiq Bayrama, təbii ki, onun ruhuna ithaf olunmuş bir sujetdən böyük sevgilərimizi göndərirəm bacısı Svetlana xanıma. Svetlana Bayramova jurnalistləri, Tofiq Bayram sənətini sevənləri, hər kəsi bir araya topladı və özəlliklə də onun istəyi, onun şücaəti sayəsində bunlar hazırlandı. Svetlana xanım, sizə sevgilərimi, böyük hörmətlərimi, sayğılarımı göndərirəm və həmin gecədən hazırlanmış özəl sujeti sizə təqdim etmək istəyirəm. Yeni həftənin, yeni günü sizinlə görüşmək ümidi ilə sevirik sizi. Nə yaxşı ki varsınız. Heç zaman dönmərəm fikrimdən, niyyətimdən. Lazım gəlsə gözümün qarasını verərəm. Tofiq Bayramın yaradıcılığına həsr olunmuş bu xatirə filminin işığına toplaşmışıq. Şair Ömrü adlanır film. Səbəb də odur ki, çox adam şeirlər yaza bilər, yaradıcılıqla məşğul ola bilər, amma hər kəs şair ömrü yaşamır. Və Tofiq Bayramın yaradıcılığını araşdıranda bəlli oldu ki, Tofiq Bayram məhz şair ömrü yaşamış insanlardan biri olub. Birdən həyətdə böyük bir gürültü qopdu. Həmin ağac kökündən yerə yıxıldı. Tofiq bütün həyatını şeirə həsr edib. Onun başqa heç bir işi, heç bir fəaliyyət sahəsi olmayıb. Başdan ayağa Tofiqin özünün də elə təbiəti, Tofiqin özünün oturuşu, duruşu, danışığı da bir şeir idi. Yəni bu adam şeirlə nəfəs alır. Tofiqin misralarının belə bir misrası var ki, şairlik nə bəylik, nə sultanlıqdır. Şairlik ən böyük əziyyət, əzab. Şairlik ən böyük qəhrəmanlıqdır. O kəslər ki, özlərini poeziyaya həsr eləyiblər. Yəqin ki, onlar eyni zamanda qəhrəmanlıq edirlər. Tofiq Bayram elə bir şairdir ki, elə bir sevilən şairdir ki, onun şeirlərində bütün həyatın tərənnümünü biz görürük. Vətənpərvərlikdən tutmuş ailə dəyərlərinə qədər, hətta öz övladına belə şeir yazıb. Burada biz Tofiq Bayramın bir neçə şeirini götürüb, onu eyni zamanda bədii sənədli film kimi təqdim edirik. Bir neçə qeyd elədiyim şeirlərdən götürüb həm qiraət olunur, eyni zamanda Tofiq Bayramın ümumiyyətlə yaradıcılığı, insani keyfiyyətləri, xasiyyəti barədə ədəbi tənqidçilərin dili ilə biz izahlar vermişik. Sahilinə çox dəyib dayığım, sularına çox dikilib nəzərim. Bugün üzür sinəsində qayığım, məni səssiz qarşılayır Xəzərim. Bu sənədli filmdə yer almaq mənim yaradıcılığım üçün də çox gözəl bir məqamdır. Ən azından bu sənədli film illərlə yaşayacaq və yəqin ki, növbəti nəsillər də bizi orada görəndə müəyyən qədər Tofiq Bayram yaradıcılığının qiraətlə bağlılığını da hiss edə biləcəklər. Portret filmdə demək olar ki, filmin 40% demək olar ki, süni intellektdən istifadə olunub. Tofiq Bayramın öz obrazını süni intellektlə yaratmışıq. Hətta səsini belə istifadə eləmişik. Yəni, süni intellektdən onun səsini bizə lazım olan diyaloqla ön plana çıxartmışıq. Sevəm bir ürəyə, axır nəfəsdə, ən şirin dərmandır qadın ürəyi.